isə artıq biz sual-cavab sessiyamıza keçid ala bilərik və xüsusən spikerlərimizdən xahiş edəcəm ki, diqqətinizi cəlb edən sualları özünüzdə qeyd edin ki, biz sonda həmin sual müəlliflərinə çox dəyərli hədiyyələrimiz olacaq. Odur ki, buyurun artıq sessiyaya başlayaq. Sual. Birinci, yoldaş əlini qaldırdı. Sağ olun. Mən sual-cavab başlamadan əlimi Sualı qaldırmışdım. kimə verərsiniz, konkret adını deyərsiniz ki, vaxtımız azdır. Çox Bəli. Bunu uzun nəzərə çəkdi. alaraq mən də çox qısa bir bəyanat verəcəm Bəli. əslində. Çünki bunu demək istəyirəm. Mən özümün həyatda və işdə müəllimim hesab elədiyim Seymur Mamedova burada bu auditoriya qarşısında fürsətdən istifadə edib bir daha təşəkkür edirəm. Bütün bizim inkişafımızda və şirkətimin inkişafında böyük rolu var. Həmçinin Şəmsiyə xanım. Və sualım ondan ibarətdir ki, Seymur müəllim, mənim bütün texnoloji kadrlarım, developerlarım, bütün bu ehtiyaclarımı siz qarşılayırsınız, mənə dəstək olursunuz. Və sizin bu texnoloji kadr ehtiyaclarınızı necə qarşılayırsınız və mən bunu çox problem eləməmişəm, çünki siz mənə dəstək olursunuz. Sizdə hansı challenge'lar var və nələrə fikir vermək lazımdır indiki etapda bu kadrların təchiz olunmasında? Çox sağ olun. Teşekkür ederim sualınıza göre. Əslində son zamanlar texnoloji ixtisaslara marağın artmasına göre bizim Azərbaycandakı universitetlər daha çox texnoloji fakültələr açıb və ildən ilə texnoloji ixtisaslarla bitirən tələbələrin sayı artır. Əlbəttə, əsas challenge odur ki, bu tələbələr arasında istedadlıların seçməkdir və onları yetişdirməkdir. Və həm də mən söylədiyim kimi şirkət içərisində olan karyera liftindən istifadə edərək həmin o potensialı tələbələri axırda püxtələşdirməkdir. Əslində, hər zamanın öz problemləri var, kadr problemləri var. Və mən sizə indi onun bir, necə deyirlər, reseptini verə bilməyəcəm ki, necə olur. Yəqin ki, Şəmsiyə xanım sizə daha yaxşı verər. Çünki bu işin arxasında o durur və mən sadəcə sifarişçi olaraq Şəmsiyə xanımdan xahiş edirəm ki, bizim üçün belə bir mütəxəssislər lazımdır. Amma bunun nə qədər ağır olduğunu və nə dərəcədə bir çox insan bizdə intervyudan keçəndən sonra seçimin olunduğunu və bizim bir ağır bir sistemimiz var. Yəni, biz işə götürməyəcən kimsəni o 4 dəfə intervyudan keçir və sonuncu intervyunu komanda keçirir və onlar qərar verirlər ki, bu adamla gələcəkdə işləmək istəyəcəklər və ya işləmək istəməyəcəklər. Yəni, müəyyən bir sistem qurulub, amma o sistem bizim şirkətin mədəniyyətinə qurulmuş sistemdir. Yəni, o bəlkə də hər kəs üçün işləyən sistem olmayacaq. Təşəkkür edirəm. Təşəkkürlər. Başqa? Xanım. Salamlayıram hamını, sevinclərim. Hər 3 spikerə təşəkkür eləmək istəyirəm. Hörmətli spikerlərin hər birinin dəyərli təqdimatlarını, həyati hekayələrini dinlədik. Mənim sualdan biraz uzun olacaq. Uzun olmasın da, vaxt azdır. Alper bəyədir. Yəni, həqiqətən də məhz Alper bəyin bu məsələyə fikrini bilmək istəyərdim. Təqdimatın sonunda iyi sanatçılar kopyalar, böyük sanatçılar çalar söylədiniz. Bu mənim həqiqətən də diqqətimi cəlb elədi. Çox maraqlı bir deyimdir. Mən təsəvvür edin ki, Alper bəy, belə bir hal var. Sizin bir şirkətiniz var. Onlar bir əcnəbi markanı distributorluğunu edir. İllərlə əziyyət çəkir, markanı bazara otuzdurur. Qara yollarla məhsulun satışını edən qaçaqmalçılarla mübarizə aparır, məhsulu belə deyək də kifayət qədər bazar liderinə çevirir. Nəhayət məhsul bəhrə verməyə başlayır. Günlərin bir günü maddi gücə və acı reallıq da olsa desək, məmur əlaqələrinə sahib bir X şirkət həmin o uğurlu oturmuş markanın özü düşür. İstehsalçı ilə görüşür, sadaladığım o resursların gücünü, o markanı mənə ver deyir və alır. Biznes anlayışına görə, həmin o deyimə görə bu böyük sanatçıdır, çaldı, oğurladı, belə deyək ki, markanı. Lakin marka eləyirlər sonra, marka məhv olur.
Sizin fikriniz necədir? Biznesə görə sizin, çünki siz yayğıcılar nəslindən gəlmiş, kökü olan köklü bir nəsildən gəlmisiniz və sahibkarsınız, biznesmensiniz, bir neçə şirkətlərin həm təsisçisiniz. Məsələn, sizə görə, insani dəyərə görə bunun adı nədir? Çox sağ olun. Səs gəlir mi? Səs gəlir. Adınızı öyrənə bilərəmmi? Sevinç Kərimova. Sevinç xanım, bu suala görə çox təşəkkür eləyirəm. Her ne kadar aynı dilde olsa Türkçe ile Azerbaycan arasında bazen farklı anlamlar çıkabilir. Bu da benim için bir tecrübe oldu. Siz bu şekilde düşündüyseniz elbette ki bu yanlış ifade sizden başka insanlar tarafından da bu şekilde anlaşılmış olabilir. Sorunuzun cevabını birinci baştan söyleyeyim. Bunun net cevabı ahlaksızlıkta. Bunun başka bir şey olabilmez. Təşəkkür edirik. Kısaca onu söyleyeyim. Oradaki aslında orada anlatılmak istenen bu vurgu değil. Başka bir şeydi. Şimdi vaktimiz az olmadığı için onu uzatmayayım. Ama o mana kesinlikle ne bende ne şirketimizde mümkün değil. Elnur bəyə sualı olan. Buyurun. Özünüzü bir də təqdim edin. Elnur bəy yox. Balıyeva Nurlanə, GSB MMC-nin HR şöbə rəhbəriyəm. Elnur Bədəlova qısa bir sual vermək istəyirəm. Bir CEO olaraq HR-dan gözləntilərini çox gözəl ifadə elədi. Bir HR olaraq Elnur Bədəlova sual vermək istəyirəm. Həmin o HR-la qarşılaşdınız, net olaraq əmək haqqı nə qədər düşünürsünüz? Yox, çox yaxşı bir, necə deyirlər, məsələdir. Bilirsiniz, mən elə qiymətləndirirəm ki, əmək haqqı fondundan danışmaz olsaq, əmək haqqını bazarda formalaşdıran tələb və təklifdir. Və tələb təklif elə bir anlayışdır ki, əgər ki, bir sfera üzərində, bir istiqamətdə, bir, necə deyirlər, karyera yolunda hansısa bir funksiya üzrə çox bazarda kadr varsa, istər-istəməz o həmin istiqamətdə əmək haqqlarının digər sahələrə nisbətdə daha aşağı olmağını gətirib çıxardır. Ki, mən elə sanıram ki, sizin vurğulamaq istədiyiniz məsələlərdən biri də bu əmək haqqı fondunun xüsusən də HR funksiyası üzrə o qədər də qənaətbəxş olmadığı üzərindəndir. Sadəcə olaraq belə deyim ki, sizə Azərbaycanda hal-hazırda kifayət qədər uğurlu, kifayət qədər yüksək, hətta deyərdim ki, orta şirkətlərin rəhbərliyi səviyyəsində belə əmək haqqı alan HR-larımız kifayət qədər çoxdur. Və əmin ola bilərsiniz ki, hər bir şirkətin dinamikasından, sektorun dinamikasından asılı olaraq ən uğurlu, necə deyirlər, bir insanın özünə edə biləcəyi ən uğurlu addım və yaxud da strategiya doğru özünə uyğun olan, necə öz bacarıqlarını sınaya biləcəyi, nəticə ala biləcəyi istiqaməti seçməkdir. Təbii ki, qazanc da buna daxil olmaqla. Və o istiqamətdə yolunu tutmaqdır. Və ambisiyaları böyükdürsə, ambisiya yolunda çalışmalıdır ki, necə deyərlər, o bayaq sadaladığım məsələlər var, o CEO-lar üçün önəmli olan məsələlər. Bu məsələləri qabardaraq, ya öz doğru olduğu yerdə inkişaf edə bilməlidir. Yox, inkişaf yoxdursa da təbii ki, başqa bir yerdə o yenə də sonunda öz arzusuna çatana qədər davam eləməlidir. Amma bu digər tərəfdən Azərbaycanda misal üçün bizim qarşılaşdığımız ambisiyası çox, amma başlanğıc səviyyədə nəticə vermək istəyən əməkdaşların çoxluğuna görə burada noise məsələsi yaranır. Fikrimi izah edirəmmi? Belə. Yəni sizin sualınıza konkret olaraq sektor by sektor cavab verə bilmərəm. Yəni bizim sektor retail sektorudur. Misal üçün da kiçik şirkətlərdə illik dövriyyəsi 100 milyon üzərinə qalxmayan firmalarda yaxşı HR-lar 7 min, 8 min ən azından əmək haqqı ala bilirlər. Və onun üzərində olanda, amma bunu da əmin olun ki, hər adama vermirlər. Mənim dediyim kimi, yəni o gözləntiləri doğruldanda. Bunun üzərində isə bunu ikiyə də vura bilərsiniz. Amma hər şey sizin özünüzdən asılı. Buyurun. Təşəkkür edirik. Arxada bir bəy var. Nəsə gözüm tutdu.
Mən Pərviz Məmmədov, RS Global şirkətinin təsisçi direktoru. Sualım Alper bəy olacaq. Şirkətlərin yaranmasında start götürəndə bir şirkət yaradırıq. Günün birində bizim HR-a tələbimiz olur. HR departamenti yaradırıq, HR istəyirik. İlkin etapda buna ehtiyac qalmır, çünki mühasibatlıq şöbəsi Seymur bəyin dediyi kimi o kadrlar hissəsini ilkin etapda həll eləyir, amma günün birində HR tələbimiz olur. HR-ların şirkətlərə gətirdiyi əməkdaşları, zaten HR-ın təcrübəsi üzərindən yola çıxsaq, HR-lar lazım olan kadrları seçir, bunlar üzərindən hər hansısa bir sınaq mərhələsi keçir, həmən kadrı şirkətə gətirərək şirkətə bir dəyər qatır. Bəs biz təsisçilər, CEO-lar şirkətə HR götürəndə hansı kateqoriya üzərində seçməliyik? Mənim şəxsi bir fikrim var, amma sizin də fikrinizi almaq istəyirəm. Çünki ilkin etapda biz HR-ın təcrübəsini də hesaba qatırıq ki, bizim şirkətimizə nə dəyər qatacaq. Paralel olaraq biz həmən HR, bizim əməkdaşımızla bizlə işləyə biləcək bir xarakterdə olduğunu da hesaba qatıb yola çıxa bilərik. Sizcə hansı daha üstündür? HR-ın təcrübəsi mi, yoxsa orta təcrübəli bir HR əməkdaşıdır, paralel olaraq da bizlə, CEO-nun özünlə də paralel olaraq yaxın xarakterdə olmalıdır ki, işləyə bilsin. Çünki mənim atamın bir deyimi var, deyir şirkətin rəhbəri hansı xarakterdədirsə, şirkətin bütün əməkdaşları da o xarakterdədir. Gərgin bir şirkət rəhbərinin heç vaxt pozitiv bir əməkdaşı ola bilməz, şirkətin korporativ mədəniyyəti belə pozitiv ola bilməz. Sizin fikrinizi almaq istəyəcəm ki, hansı daha üstün olar? Teşekkür ederim suala göre. Benim bu konudaki düşüncem netti. Söhbət eğer HR'dan gelirse bu menden aynı dili danışan bir insan tapmak benim için çok daha üstünlük katır. Onun tecrübesi, zekası vesaire elbette ki bunlar da değerlidir ama çünkü HR öyle bir şeydi ki biraz önce çıkışında da söylemiştim. Yani bir insanın bir şirketin, grubun fundamentinde insan var. O insanı da yöneten kimdi? HR'da. Benden aynı dili danışması, benden aynı heyecanı yaşaması, aynı vizyonu paylaşması benim için çok çok daha üstündü. Çünkü artık bugün teknik bir mesele değil, mühendislik değil, başka bir şey değil. HR'daki bilgilere çoğu insan istese rahat bir şekilde ulaşabilir. Tecrübe de benim için çok önemli değil. HR'dan söhbət gedir. Ben ona kendi tecrübemi oturarım. Lazımdı bir 6 ayda geç kalsın ama yeter ki benimle aynı heyecanı yaşasın. Ben buna üstünlük verirdim. Təşəkkür edirik. Elnur bəyə, Seymur bəyə sualı olan son suallar. Elnur bəyə sualı verin. Kimidir buradan? Buyurun. Elnur bəyə sualı siz idiniz. Buyurun xanım. Siz qab, siz. İlk öncə təkrar salam, Dilşad Camalova mən. Mənim sualım Elnur bəy sizə bununla bağlı. Siz bildirdiniz ki, HR CEO kimi, mənim kimi düşünməlidir, düzdür? Okey, sizin deyiminizlə olduğu halda şirkət daha strateji ola bilər bu yolda olsa. Yaxşı, bəs məsələ insani keyfiyyətlərə gələndə humanism-based capital deyirik hər zaman. Bu zaman CEO-ya bunu kim xatırladacaq? Çünki CEO qazanma yönümlü, biznes yönümlü bir insandır və HR CEO-nun önünə ilin sonu gətirib büdcəni qoyanda, büdcə planlamasını qoyanda CEO orada artıq HR kimi düşünmür. Bunda necə olur? HR nəyə görə? HR hansı büdcəni qoyur CEO-nun qabağına? Onu mən bir dənə aça bilərsiniz, zəhmət olmasın. Bəli, bəli. Şöbə büdcələməsi olur. Hər şöbə, hər departamentin illik bir büdcəsi olur, ayrılan bir büdcəsi olur, hansı ki, il ərzində istifadə edə bilər. Bu CEO-nun önünə, burada əmək haqqılar, mükafatlar və s. team building xərcləri, digərlər. Çox vaxt olur ki, CEO bundan razılaşmır. Belə deyək də, büdcə planlaması Excel gələndə masaya, o data gələndə masaya, HR ilə CEO arasında olan o sevgi parçalanır. Gedir artıq, orada qırılma başlayır. Çox haqlı və necə deyərlər, günümüzdə bir çox firmalarda rast gəldiyimiz bir məsələdir. Faktiki olaraq biz bunu bir neçə müəssisələrdə özümüz də şahid olmuşuq ki, misal üçün insan resursları HR tərəfindən müəyyən bir maraqlı təkliflər gəlir, amma bu təkliflər ya qiymətləndirilmir, ya hansısa bir formatda kəsilir. Amma mən sizin sualınızı düz başa düşdümsə, sizin sualınız daha çox odur ki, bəs HR CEO kimi fikirləşəndə daha çox bu halda
ümumi culture-a kim nəzarət edir? Düz başa düşürəm də. Məsələ büdcəyə gələndə CEO hər zaman CEO kimi düşünür. Heç vaxt HR kimi düşünmür. Yəni əgər o timinə xeyir belə verə biləcək bir hər hansısa proyekt olsa, CEO-nun maddi tərəfini daha çox görür. Bəs HR-dan tələbi odur ki, mənim kimi düşün. HR CEO kimi düşünsə, işçilərin rifahını kim düşünəcək və yaxud da işçilərin ehtiyacını kim düşünəcək o zaman? Maraqlı sualdır, amma mən buna cavabım daha çox bilirsiniz. Mən özüm biraz əvvəl də qeyd etdim ki, daha çox ümumiyyətlə HR-ın həm sektordan asılı olan və olmayan, necə deyərlər, funksiyalar və yaxud da gündəliyi var. Bu gündəlikdə də iki mərhələyə böldük ki, həm başlanğıc, həm strateji tələblər var. Strateji tələblərdən başında gələn talent managementdir, kadrların yetişdirilməsidir, şirkət daxili mədəniyyətin formalaşdırılmasıdır. Təbii ki, HR CEO kimi fikirləşməsi o demək deyil ki, yəni faktiki olaraq biznesin gedişatında gündəlik əməliyyatlarda iştirak edir. Sadəcə eyni biznes baxışa sahib olmalıdır. Təbii ki, bu onun funksiyasıdır ki, o bu mədəniyyəti formalaşdırsın və buna cavabdeh olsun və onu daha da təbii ki, sektorun tələblərindən də asılı olaraq. Digər tərəfdən isə büdcə ilə bağlı verdiyiniz məsələ mən düşünürəm ki, mən elə sanıram ki, çox subyektiv məsələdir. Subyektivlikdə də burada xüsusən nüans ondadır ki, subyektiv yəni sırf biznesin özünə aid daha çox deyək də, biznes modelə aid və yaxud da şirkətin maturity səviyyəsinə aiddir. Çünki əgər hansısa bir şirkət sürətlə inkişaf edir və onun tutalım ki, CEO-su çox belə böyük ambisiyalarla inkişaf etmək istəyir və düzgün kadrları cəlb etmək istəyir və eyni zamanda HR-ın özü də biznes baxışa sahibdir və CEO-nu necə deyirlər, dəstəkləyə bilir. O halda orada gedən müzakirələr və planlamalar və eyni qaydada büdcə, bunlar ikinci dərəcəli məsələlər olur. Bu dediyiniz o zaman olur problem ki, ya büdcə çox kənar məsələləri əhatə edir, ya da ki, CEO qeyri-adekvatdır. Bax belə, təşəkkür edirik spikerlərimizə auditoriyanın suallarına cavab verdiyiniz üçün və söz verdiyimiz kimi sizin xüsusən diqqətinizi cəlb edən sual müəlliflərinin hər birindən gəlin hədiyyəmizi təqdim edək. Elə 4 nəfərin hər birini səhnəyə dəvət edək və hədiyyələrini təqdim edək. Çünki time managementə də biz riayət etməliyik. 4 nəfər sual vaxt vermədən. Bəli. Hə, həmin o 4 nəfəri seçək. Biz 4 sual müəyyənləşdirməliyik. 4 hədiyyəmiz olacaq. Siz aranızda müəyyənləşdirin CEO-lar. İnsan adı yadınızdadsa... Toplam nə qədər sual oldu ki? Məncə elə 4 4 sual dənə oldu. sual, yəni çox sual. 5 oldu. 5-6 sual. Hamıya hədiyyə verənməliyik. Bəlkə hamıya verək. 5 sual oldusa hər kəsə elə hədiyyə verirsin. Belə bir təklifim var. 4 dənə hədiyyəmiz var, 6 dənə də sual var, düzdür? O 2 dənəyi də biz CEO-lar üstümüzə götürək, hər kəsə hədiyyə verək. Hoppa, əla. Çox əla bir təşəbbüs Alper bəy, təşəkkür edirik sizə. CEO olmaq budur. Odur ki, sual verənlərin hər biri gəlsin o zaman səhnəyə. Kimlər sual vermişdisə, gəlin belə edək. HR hələ fikirləşir. Odur ki, gəlin. Hədiyyələrimiz Push 30-dan, mən verəcəm. Paşa Sığortadan, zəhmət olmasa bir mənə kömək edərsəz. Ziya bəy, çox təşəkkür edirəm, bəli. Sirabdan hədiyyəmiz var dostlar. Və Çaytekdən tərəfdaşlarımıza... Fərqi yoxdur, ardıcıl verirəm. Bəli. Təşəkkürümüzü bildiririk. Xoş gəlmişsiniz. Seçin hədiyyəmiz. Və təbii ki, bu kimlərinsə ürəyində suallar qalıbsa da qısa çay fasiləmiz olacaq dostlar. Elə networkinginizi davam etdirə bilərsiniz fasilədə. Zəhmət olmasa səhnəyə gəlin, səhnənin mərkəzinə bir şəkil çəkdirək. Həmçində xatirə fotosu. Balaca dəyərlidir amma, balaca olsun. CEO-dan hədiyyəni, başa düşdüm. Buyurun, mən ortaya keçim. Dostlar, 4 nəfər, 2 nəfər kim idi bəs? Sizlə şəkil çəkdirmək istəyirlər. Daha 2 nəfər var idi, səhv etmirəmsə, 6 nəfər deyildi. Kimdən sual veribsə, gəlsin səhnəyə. Spikerlərimizlə xatirə fotosu çəkdirə bilərsiniz. Atanıza səlam verək. Deyirəm, atanıza səlam verək. Və digər hədiyyələr də. Çaytekdən və həmçinin də sponsorumuz Sirabdan hədiyyələr. Qoyuram bura, götürərsiniz. Təşəkkürümüzü bildiririk bir daha dostlar və indi isə biz qısa bir çay fasiləsinə ayrılacağıq. Orada müzakirələrinizi davam etdirə bilərsiniz və daha sonra isə biz günün son 3-cü panelimizə keçid alacağıq.